Salam, hər vaxtınız xeyirli olsun. Bildiyimiz kimi blok imtahanında birinci qruplara bir sual, isbat sual düşür. Buna görə də biz bir neçə isbat suallarının izahına baxaq. Birinci belə bir suala baxaq. 1 üstəgəl sinus x məxrəcdə kosinus x üstəgəl kosinus x məxrəcdə 1 üstəgəl sinus x bərabərdir 2 böl kosinus x. Deyir, əsas trigonometrik eyniliklərdən istifadə etməklə bərabərliyi isbat edin. Əsas trigonometrik eyniliklərdən istifadə etməklə bir əvvəlcə sol tərəfi ortaq məxrəcə gətirək. Onda olacaq məxrəcdə kosinus x 1 üstəgəl sinus x. Surətdə deməli buranı 1 plus sinus x-ə vurarıq. Bunu da kosinus x-ə vurarıq. Onda olar 1 üstəgəl sinus x-in kvadratı üstəgəl kosinus x-in kvadratı bərabərdir. Sağ tərəf hələ yazmıram. Bu ifadənin davamını yazıram. Məxrəcdə kosinus x 1 üstəgəl sinus x 1 üstə sinus x-in kvadratı 1 üstəgəl 2 sinus x kosinus x. Elə birbaşa deməli 2 sinus x. 1 üstəgəl müxtər vurma düsturu ilə 2 sinus x üstəgəl sinus kvadratı x üstəgəl kosinus kvadratı x bərabərdir. Biz buradan sinus kvadrat üstə kosinus kvadrata 1 desək, burada da 1 var. Onda oldu 2 üstəgəl 2 sinus x məxrəcdə kosinus x 1 üstəgəl sinus x bərabərdir. Sürətdən 2 çıxdı mötərizə xaricinə 1 üstəgəl sinus x məxrəcdə kosinus x 1 üstəgəl sinus x 1 üstəgəl sinus x-lərim getdi. 2 böl kosinus x. Yəni verilən bu ifadə alındı. Deməli bizim bərabərliyimiz isbat olundu. Keçək növbəti bir suala. Deməli bizə deyir ki, çoxbucaqlının daxili bucaqlarının cəmini 180 dərəcə, yəni n bucaqlıdan söhbət gedir. Qabarıq n bucaqlıdan. Daxili bucaqların cəmi 180 dərəcə vur n-2 düsturuna biz hesablayırdıq da. Bizdən bu düsturun isbatını soruşur. Yəni isbat edin ki, qabarıq n bucaqlının daxili bucaqlarının cəmi 180 dərəcə vur n-2 düsturu ilə hesablanır. Bunu bir neçə üsulla biz isbatını verə bilərik. Birinci məsələn bu formada verə bilərik ki, biz həmin bu n bucaqlının yəni daxilində bir O nöqtəsi götürürük. Tutaq ki, bizdə bu formada bir n bucaqlı verilib və biz burada bir O nöqtəsi götürsək və O nöqtəsindən üçbucağın təpələrini birləşdirsək bu formada. Bu formada birləşdirsək. Və bu formada biz n sayda üçbucaq alarıq. N sayda üçbucaq alarıq. Və hər bir üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğundan, onda bizdə eləyəcək n dənə üçbucaq olduğundan 180 vur n. Bizə daxili bucaqların cəmi lazımdır axı. Yəni bizdən bu bucaqlar lazımdır. Yəni bu tapdığımız məsələn bu bucaqlar bizə lazım deyil. Onda bu ümumi 360 eləyəcək də. Biz bunları ümumi götürsək, n dənə üçbucaq birləşdirsək 360 eləyir tam bir dövr. Onda biz 180 dərəcə vur n-dən 360-ı çıxarıq. Buradan da 180-i çıxardıram mötərizə xaricinə. Qalır n çıxılsın 2. Beləliklə biz bu düsturu isbat etmiş olduq.
Bu da oldu belə. Keçək başqa bir suala. Məsələn, belə bir isbata baxaq. Bizə deyir ki, üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Formada A, B, C, bura D. Bura bir alfa deyirəm, bura beta olsun, bura gamma olsun, burada X deyək. Bizə deyir ki, xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabər olduğunu isbat edin. Bunun isbatını soruşur. Üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olduğunu, bunun isbatını artıq vermirəm. Bunu belə deyək ki, çox sadədir artıq. Əksəriyyətiniz bilirsiniz. Və mən buradan bilirəm axı X ilə alfa qonşu bucaqlardır. Qonşu bucaqların cəminin 180 dərəcə olmağına görə və buradan alfa məndə nəyə bərabər olacaq? Alfa bərabər olacaq 180 dərəcə çıx beta plus gamma. Burada alfanın yerinə yazıram x plus 180 dərəcə minus beta plus gamma bərabərdir 180. 180'lər getdi və beta plus gammanı sağ tərəfə atdım. X bərabərdir beta üstə gəl gamma olacaq. Sonra keçək 4-cü suala. 4-cü sualda bizə belə bir deməli CAD bucağı, CAD bucağı və CAD bucağından bir AD tərəfinə CY xətti çəkilib və D'dən də bir AC-yə DB xətti çəkilib bu formada. Sonra deyir ki, AC AD-yə bərabərdir. Yəni AC tərəfi AD tərəfinə bərabərdir. Sonra AB AY-yə bərabərdir. AB AY-yə bərabərdir. AB buradır. AY buradır. Bərabərdir. Onda belə çıxır ki, BC də YD-yə bərabərdir. Sonra bu şərtlər ödənərsə, isbat edin ki, CBD bucağı bərabərdir DYS bucağına. CBD bucağı DYS bucağına. CBD buradır, alfa deyək və DYS də buradır, bir beta deyək. Bizdən alfa bərabərdir beta olduğunu deyir ki, isbat edin ki, alfa betaya bərabərdir. Deməli, biz buradan görürük ki, fikir versək, üçbucaq ACY-də və üçbucaq ADB-yə baxsaq, görürük ki, burada AD tərəfi AC tərəfinə bərabərdir, AB tərəfi də AY tərəfinə bərabərdir və aralarındakı bu X bucağı da ortaqdır. Deməli, üçbucağın bərabərlik əlamətinə görə bir üçbucağın iki tərəfi və onlar arasındakı bucaq, digər üçbucağın iki tərəfi və onlar arasındakı bucağa bərabərdirsə, onda bu üçbucaqlar bərabər sayılır. Üçbucaqlar bərabər sayılırsa, onda bunların digər uyğun bucaqları da bərabər götürərik. Yəni, digər uyğun bucaq deyəndə, üçbucaq ABD-də AB-nin qarşısındakı bu bucağa mən A deyirəmsə, üçbucaq ACY-də də AY-nin qarşısındakı, uyğun tərəfin qarşısındakı bu bucağa bir A deyərəm. Ondan sonra qalan bu bucaqlar qarşılıqlı bucaqlardır zaten. B qarşılıqlıdır, bir-birinə bərabərdir. Onda üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Buna görə də biz deyərik ki, bu yerdə qalan iki bucaq da alfa, beta da bir-birinə bərabər olacaq.